Dəfələrlə təklif olunub ki, məndən məsələn soruşulur, mən dəfələrlə o təklif eləmişəm ki, Dövlət İmtahan Mərkəzi iki funksiyanı eyni vaxtda apara bilməz. Bəli. Dövlət İmtahan Mərkəzi ya imtahanı həyata keçirən bir qurum olmalıdır, ya da ki, testi hazırlayan. Bəli. Məsələn, həm testi hazırlasın, həm də onu həyata keçirsin. Əlbəttə ki, etimad edəcək və müəyyən onun işinə qiymətləndirməsi şübhələr yaranacaq. Elə bir nümunə göstərin görək. İTS mi elədi, SİTO mu elədi, ÖSYM mi elədi, Cambridge Assessment mi elədi? Hansı dünyada siz bir nümunə göstərin ki, elə bir qiymətləndirmə təşkilatı var ki, imtahanı ayrı adam keçirir, sualı ayrı adam, ayrı bir təşkilat Dövlət İmtahan Mərkəzi siz dəfələrlə təkrar edirsiniz. Dövlət İmtahan Mərkəzi IELTS-i keçirir. Dünyadan bir nümunə göstərin. Məməlsin, siz IELTS imtahanlarını keçirirsiniz burada. IELTS-i biz... Sonra SAT keçirirsiniz. Biz imtahan yerini onlara biz təqdim edirik. Və bu tək Azərbaycanda deyil ki, uzaqdan Dövlət İmtahan Mərkəzi kimi Azərbaycanda bəzi kurslar da var ki, hansısa TOEFL mı, ya tutaq ki, Cambridge mi, burada tutaq ki, imtahan mərkəzidir, o onlara sualları göndərir. Bunlar da yaxşı, gəl orada bir başqa məsələ toxunur. Deyək ki, Dövlət İmtahan Mərkəzinin özünün deyək ki, qiymətləndirmə meyarlarının birini də nümunə gətirəcəm. Yəni bu örnəyə də istəyirəm ya təsdiq ya təqsim eləyəsiniz. Məsələn, deyək ki, ingilis dili ilə bağlı, rus dili ilə bağlı müəyyən ölçü alətləri var. Bəs Alman, fransız dilindən xarici dildə seçib gəlib imtahan verənlər hansı meyarlarla ölçülür sizdə? Əlbəttə ki, ingilis dili alətlərlə ölçülür, o meyarlarla ölçülür. Burada bir fərq yaranacaq da bunun qrammatikasında. Dillər üzrə mütəxəssis olmasam belə, bunu açıq şəkildə bilirəm ki, yəni bu o qədər bir-birindən fərqli məsələlərdir ki, bu məsələlərin haqlı olaraq fransızı, deyək ki, Almanı seçənlər narahatdırlar ki, yəni bizim deyək ki, qiymətləndirmemiz tamam başqa meyarlarla ölçüləcək. Məzəl müəllimə, hər il dərs ilinin əvvəlində Dövlət İmtahan Mərkəzi tərəfindən bütün dillər üzrə də buraxılış imtahanı proqramları və test modelləri çap olunur və insanların hamısının ictimaiyyətə təqdim olunur. Mən üzrsən, biz o məqama gəldik ki, məsələn, alternativ dərsliklərlə bağlı məsələ. Siz əgər bunu təsdiq eləməyəcəksə, mən buna daha çox təəccüblənəcəm. Dövlət İmtahan Mərkəzinin Cənab Prezident tərəfindən təsdiq olunmuş əsasnaməsində imtahan verənlərə elmi metodiki kömək yazılıbdır. Kömək başqa. Elmi metodiki vəsait çox kömək adı altında nə baş verir? Kimya üzrə hazırlıq repetitor keçənlər əgər Dövlət İmtahan Mərkəzinin kitabından istifadə eləmirsə, yaxşı nəticə göstərə bilmir. Və yaxud da ki, tarix, coğrafiya, bütün ixtisaslar ayrı-ayrı vəsaitləri var. Bu Azərbaycandakı bütün kursların, hədəf kursunun bütün fənlər üzrə dərslikləri var, vəsaitləri var. Var. Kaspinin var. Yəni bütün hallarda bunlar nə sayılır? Alternativ dərslik deyil bu. Elçi müəllim. Yəni siz kursların dərsliklərinin alternativ dərslik hesab eləmək olarmı bunu? Və ikinci məsələ, Bunker müəllimlərinin hazırlıqda iştirakı nə dərəcədə etikdir? Bəxtiyar müəllim dedi, etik deyil. Bilirsiniz, illərdir ümumiyyətlə biz bu Bunker müəllim anlayışının bəlasının altında abituriyentlərin və valideynin dərs edildiyini müşahidə edirik. Və mən hətta indi də Natiq müəllimə də bildirmək istəyirəm ki, biz ümumiyyətlə yaxşı olar ki, qarşıdakı dövr ərzində efirə çıxardıq, hansı ki, fənlər üzrə açıqlamalarını aldırıq, həmin şəxslər ümumiyyətlə üzləri gizlədilsin və yaxud da xüsusi otaqdan onlar danışsınlar, onlar tanınmasınlar. Çünki dəfələrlə biz müşahidə etmişik ki, bütün valideynlər övladlarının hazırlığı üçün dərhal Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi həmin müəllimlərin axtarışına çıxırlar. Ki, artıq bunlar oradadırlar və mütləq bunlar bizim övladlarımızı dərs deməlidirlər. Və təəssüf olsun ki, o müəllimlərin də bəzilərinin, indi bəziləri tanıdıqlarım var, yəqin ki, fikrimdən izməzlər, bəzilərinin hazırlıq qiymətləri minimal 200-300 manatdan 500 manata qədər hazırlıq qiymətləri var. Yəni, bax, bunun üçün düşünürəm ki, bunu belə formatda təqdim etmək əlbəttə ki, etik deyil. Onların ən azı üzü ya sansürləməlidir, ya da gizlədilməlidir ümumiyyətlə. Onlar xüsusi otaqdan danışıb izahatı verməlidirlər. Ola bilər, bəlkə də tirdə adları keçə bilər və yaxud da hansı məktəbə müəllimidir, harada çalışır, bu haqda informasiya verilə bilər. Bu istiqamətdə iş gedir. Baxın, siz axırıncı bizim o yayınlara baxsanız, orada biz o ekspertlərin nə iş yeri haqqında, nə özləri haqqında, yalnız onları ilkin bir 5-10 saniyə göstərilir, qalan vaxtı yalnız onların səsləri və izyanları göstərilir. O məsələləri bizdə 5-10 saniyə yetərlidir bu dəqiqə axtarış sistemi ilə. Kimisi stop kadr edib. Azərbaycan ölkədir ki, birincisi necədir? Biz hamımız bilirik ki, bu biz 4 verilişdə 4 dənə müəllim takı çıxdı. Bu Respublika ilə 4 müəllimdən ibarətdir. Hamı gedib o 4 müəllimdən istifadə eləməyəcək. Bu bir yandan elçi müəllimimiz istəyirəm. Bir də ki, bax indi burada səsləndi ki,
siz indi hamınız Allah'a şükür yəqin ki bunu dəfələrlə biz təkrar edirik. Dövlət İmtahan Mərkəzi tərəfindən hər bir fənn üzrə 10 minlərlə suallardan ibarət, tapşırıqlardan ibarət bank formatıdır. Və o bankın elə bir ekspert, elə bir indi sizin adlandırdığınız bilmirəm bu bunker müəllimi hardan indi hər kəs eləsi var ki, inanırsınız telefonunu söndürür. Uşaqlara deyir ki, mən bunkerə getdim. İndi insanlar müxtəlif belə özünü reklamla məşğuldur. Biz onu heç nəyə qadağa edə bilmərik. Yəni və qapalı şəraitdə o 50-60 min sualın içərisindən 25-30 sual xüsusi proqram təminatı ilə çıxarılır. Yəni bunu hansısa bir müəllimin tutaq ki, tapşırıq tərtib eləyibdir. O nə qədər tapşırıq tərtib eləyir? Bir müəllim tapşırıq tərtib eləsin, orada olsun onun 100 sualı. 50 min sualın içində 30 sual çıxanda o 100 sualın orada düşmə ehtimalı nə qədər böyükdür?